Real Partiyasının sədri Natiq Cəfərli studiyamızın qonağıdır. Qaranlıq qalan məqamlara Natiq müəllim aydınlıq gətirməyə çalışacaq. Xoş gəlmişsiniz Natiq müəllim. Xoş gördük, sizi izləyiciləri salamlayıram. Təşəkkür edirik gəldiyiniz üçün. Gəlin ilk olaraq bu Hörmüz boğazı ətrafındakı məsələlərlə bağlı aydınlıq gətirək. Sığorta modeli təklif olunur və İran tərəfi iddia edir ki, bu kifayət qədər perspektivlidir, hər kəs üçün faydalıdır. Ona görə də bu razılaşdırılsa yaxşı olar. İranın təqdim elədiyi kimidirmi? Yoxsa təkcə İranın maraqlarına mı xidmət eləyir? Hörmüz boğazı İranın deyil. Hörmüz boğazı İranın olmadığına görə tək başına belə bir modeli təklif etmək və onu dünyaya qəbul etdirmək çox çətin olacaq. O zaman Oman da öz modelini təklif eləyəcək, Birləşmiş Ərəb Əmirliyi öz modelini təklif eləyəcək. Yəni Hörmüz boğazına çıxışı olan bütün ölkələr öz modelini təklif eləsə nə olacaq? Bəs niyə bugün İran özününmüş kimi Hörmüz boğazını təqdim etməyə çalışır? Çünki əlində yeganə belə sərt bir alət kimi istifadə etdiyini düşünür və doğrudan da dünyada iqtisadi çətinliklərin yaranması, enerji daşıyıcılarının qiymətinin artması dünya ölkələrinin Trumpa qarşı və yaxud da Amerikanın bu əməliyyatına qarşı mövqeyini xeyli dəyişdi. Və dünya ölkələrindən də artıq bu müharibənin bitməsi ilə bağlı bir təzyiq, çağırış səsləndirilir və İran da bundan istifadə eləməyi düşünür. Yəni mən əminəm ki, İranda da anlayırlar ki, sona qədər Hörmüz məsələsində israr etmək yəni bir nəticə verməyəcək. Çünki Hörmüz bugün iki tərəfli bağlıdır. Tutalım İran gəmiləri oradan buraxdı və boğazın çıxışında Amerika gəmiləri indi növbə tutur və blokada şəraitində saxlamağa çalışır İran limanlarını. Onlar həmin gəmiləri saxlayanda nə olacaq? O zaman Amerika da deyəcək, gəlin indi mənimlə də anlaşın, mənimlə də bir müqavilə bağlayın. İrandan canınızı qutaranda mən də sizə icazə verim, bu boğazdan çıxın gedin. Yəni bu normal bir, sağlıqlı bir münasibət deyil və elə Çin səfəri zamanı Çinlə Amerika Birləşmiş Ştatlarının uzlaşdığı iki məsələdən biri Hörmüz məsələsi oldu. Yəni bir nüvə məsələsi oldu ki, hər iki ölkə İranın nüvə silahının olmaması ilə bağlı ortaq məxrəcə gəldilər. Bir də Hörmüzün əvvəlki statusunun geri qayıtmasına və beynəlxalq gəmiçilik qanunlarına uyğun olaraq maneəsiz fəaliyyət göstərməsi ilə bağlı anlaşmada ikisinin də belə bir eyni mövqeyi oldu. Onların mövqeləri eynidir. Bəs İranın buna qarşı mövqeyi nədir? Razıdırmı? İranın bir müddətdən sonra buna razı olmaqdan başqa çarəsinin olacağını düşünmürəm açıq. Tükənirmi? Bəli, əlbəttə. Çünki İran iki tərəfli blokada şəraitində yaşayır. Bir tək neftini satmaması bir problemdir. Amma digər tərəfdən də Bəndər Abbas və digər limanlar vasitəsilə 80-84%, 85%-ə yaxın xarici ticarətini həyata keçirirdi. Mal alırdı, mal satırdı. Söhbət enerji daşıyıcılarından getmir. Orada da ciddi bir problem yaşanır və son zamanlar İranda ciddi inflyasiyanın olduğunu və İran realının təqribən 6 dəfədən çox dəyər itirdiyini görürük keçən ilin noyabrından bəri. Yəni son rəqəmlərdə 1,9 milyon real 1 dollara bərabər olub ki, bu fantastik bir göstəricidir və son aylarda dediyim kimi ard-ardına dəyər itirməsi İran iqtisadiyyatına da ciddi zərbə vurur. Sadəcə Hörmüzün bir alət olduğuna görür, inanır və bu alətdən sonuna qədər ya alver predmeti kimi və yaxud da təzyiq vasitəsi kimi istifadə etməyi düşünür. Amma İran da bir şey anlamalıdır ki, tutalım müvəqqəti olaraq bu çətinliklər yarandı. Sizin bu təqdimatda da dediyiniz kimi Hörmüzün alternativləri də hazırlanır. İndi bir il yarıma, 2 ilə bu alternativlər hazır olandan sonra İran əhəmiyyətini itirmiş olacaq. Əlbəttə onda İran nə ilə təzyiq edəcək? O zaman İran daha böyük təzyiq altında qalacaq. İran daha böyük, hətta hərbi müdaxilələrlə qarşı-qarşıya qala bilər. Çünki indi hərbi müdaxilələr həm də ona görə olmur ki, Hörmüz məsələsi var, həm də ona görə olmur ki, enerji daşıyıcıları məsələsi var və ona görə də dünya iqtisadiyyatında ciddi bir dalğalanmalar olmasın deyə müdaxilələrə ara verilib. İndi çox güman ki, bu həftə ən həlledici həftə olacaq bu anlamda. Maraqlı bir məqama toxundunuz bir qədər öncəki, Hörmüz İranın deyil. Bəs Hörmüzə çıxışı olan ölkələr İranın Hörmüzü bağlamasına niyə qarşı çıxmır? Əlbəttə ki, çıxırlar. Birləşmiş Ərəb Əmirliyi buna dəfələrlə bildirib. Amma real addım yoxdur. Real addım atmamasının səbəbi Amerika koalisiyasının tərkib hissəsi olduğunu anlayırlar. Yəni, müstəqil hansısa bir addım atmaqda çətinlik çəkirlər açığı. Çünki çoxu kiçik dövlətlərdir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyini çıxsan, yerdə qalanlar çox xırda dövlətlərdir. İstir Qətər olsun, Kuveyt olsun, Omanın özü olsun, yeri gəlmişkən. Onlar kifayət qədər həlledici gücə və sözə sahib olmadığını anlayırlar. Və Amerikanın dediklərindən və yaxud da atdığı addımlara paralel addımlar atmağı çalışırlar. Amma Omanın bununla bağlı açıqlamaları olub. Elə bu müharibə dövründə də Oman dəfələrlə bununla bağlı bəyanat verib ki, Hörmüz boğazında
əgər dəniz hüququnu biz tətbiq eləsək, 12 millik sahildən aralı bir sahənin həmin ölkənin ərazi suları kimi qəbul olunsa, o zaman elə Hörmüzün boğazın ortasına qədər Omanın ərazisi sayılır. Yəni orada ən dar hissədə problem var. Çünki 12 mil təqribən 22 kilometr deməkdir. Ən dar hissə isə 33 kilometrdir. Yəni orada İranın 22, Omanın 22 kilometri yoxdur ki, 42 kilometr, 44 kilometr yoxdur ki, aralarında bölə bilsinlər. O zaman da Oman təklif edir ki, gəlin oranı da yarıdan bölək. Yəni əgər orada 33 kilometrdirsə, məsələn 16,5 kilometrlə oranı böləşdirək. Buna da İran razı deyil. Və bugün sabah əgər doğrudan da müharibə bir anlıq düşünsək ki, bitdi, tamamilə çəkildi, Amerikada çəkildi. Sabah oradan gəmilər Oman tərəfdən keçəndə nə olacaq? Yeganə problem, bəli, İran tərəfi daha dərindir və böyük tankerlərin oradan keçməsi daha rahatdır. Bu var, bu faktor var. İran bu faktordan istifadə eləməyə çalışır. Amma Oman tərəfdən də böyük tankerlər əgər Hörmüzün digər tərəfində saxlayıb, yəni girişində, Fars körfəzinin girişində saxlayıb, kiçik tankerlərlə, hansı ki Oman sahilindən keçə bilər, məsələn 500 min barellik tankerlər keçə bilir. Gətirib orada tankerləri yükləyəndə onda nə olacaq? İran nə edəcək? O tankerləri vuracaqmı? Müharibə dayansa belə. Yəni bu nöqteyi nəzərdən İranın müvəqqəti olaraq əli güclü görsənir Hörmüz məsələsində. Amma tarixə yayıldıqca, zaman keçdikcə həm dünya ilə üzbəüz qalır, hətta Çinin belə mövqeyi dəyişir, həm də uzaq perspektivə baxanda, yəni bir neçə aylıq, bir illik perspektivə baxanda əlində olan bu kartın zaman-zaman bir müddətdən sonra tamamilə əlindən çıxandan sonra danışıqlar masasında əlinin xeyli zəifləyəcəyini də anlamalıdır. Bugün bəlkə də anlayır, amma bunu biruzə vermir. Amma bir müddətdən sonra doğrudan da Hörmüz məsələsi əlindən çıxsa, İranın bu təsir vasitəsi, İranın masadakı mövqeyi həddindən artıq zəifləyəcək. Maraqlı bir məsələyə toxundunuz ki, İranın iqtisadiyyatına kifayət qədər təsir göstərir. Bəli. Yəni, İran əslində öz qazdığı quyuya da düşmüş hesab olunur. Amma bərabərində dünyadakı iqtisadiyyata da təsir göstərir bu. İlk olaraq hansı sektora daha çox ziyan dəyəcək və ən ağır zərbəni biz harada hiss eləyəcəyik və yaxud hansı ölkədə hiss edəcəyik? Artıq bunu hiss olunur. Məsələn, aviakerasin bazarı həddindən artıq ciddi reaksiya verib. Həm aviadaşımacaların çox böyük belə həyəcan təbili çalırlar. Özü də turizm mövsümü yaxınlaşır. Artıq demək olar ki, başlayıb. Əslində turizm mövsümü aprel ayından başlandığı elan olunur çox zaman. Və aviakerasin qiymətləri təqribən 45% bahalaşıb bu müharibə başlayandan bəri. Və burada bəli, ciddi problemlər olacaq. Neft qiymətləri də məlumdur. Məsələn, bugün 109 dollar civarındadır, 110 dollar civarındadır. Kifayət qədər ciddi təsirləri var. Amma burada sektorlar uduzduqca udan ölkələr də var. Burada nə qədər qəribə səslənsə də Amerika Birləşmiş Ştatları da udur. Və mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatları... Bəlkə elə blokadanı ona görə götürmür özünə sərf tamamilə etdiyi üçün. doğrudur. Yəni, siyasi olaraq bəli, Trumpa zərbələr və yaxud da Respublikaçılar Partiyasına zərbələr dəyə bilər. Ara seçkilərə görə Amerikada da daxildə benzin qiymətləri qalxıb və yeri gəlmişkən bununla da bağlı bəzi önləmlər alındı. Gələn həftədən Amerika Birləşmiş Ştatlarında federal benzin yanacaq vergiləri ləğv olunur. Yəni bu da hardasa təqribən bir yarım dollara qədər bir qalon benzinin qiymətinin ucuzlaşmasına səbəb ola biləcək. Yəni bununla da bağlı önləmlər alınır. Bunu nəzərə almasaq, bu yəni bir tək daxili bazarda yanacaq qiymətinin artmasını nəzərə almasaq, Amerika uduşlu çıxır. Bugün artıq Çin belə Alyaskadan neft almağa başlayıb, hansı ki uzun illərdir ki belə bir şey mövcud deyildi. Amma kiçik Asiya ölkələri, Bangladeş, Şri Lanka, Kambodja, bu tipli ölkələrdə artıq problemlər var, yanacaq çatışmamazlığı var. Uzun növbələr var yanacaq doldurma stansiyalarında və benzinin qiyməti qalxıb. Hətta Hindistan 4 ildir moratorium qoymuşdu, benzin qiymətlərini artırmırdı. Keçən həftə orada da benzin qiymətlərində müəyyən artımlar oldu. Yəni dünya iqtisadiyyatında inflyasiyanı yüksəldən, qiymətləri artıran, kənd təsərrüfatına yeri gəlmişkən ciddi təsir eləyən, çünki aqrar sektorda ən çox maya dəyərinə təsir göstərən məhsul dizel yanacağıdır. Traktorlar, kombaynlar, hər şey dizel yanacağı ilə işləyir. Və dizel yanacağının bahalaşması aqrar sektorda ciddi qiymət artımına səbəb olur. Yəni, müxtəlif sektorlara təsir göstərsə də, amma udan ölkələr və yaxud da udan şirkətlər də var.
Çox maraqlı məqamlara toxunursunuz. Yeri gəlmişkən müzakirəmizi davam etdirəcək bir xəbər var, onu diqqətinizdə çatdırım. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə Birləşmiş Ştatların İran limanlarına gedən və oradan çıxan gəmilərə qarşı blokadası başlayandan bəri 75 gəminin istiqaməti dəyişdirilib. 4 gəmi isə tələblərə əməl etmədiyi üçün atəşə məruz qalıb. Analitiklər belə məqamları daha çox eskalasiya istiqamətində qiymətləndirirlər ki, bu addımlar eskalasiyanı artıracaq. Bir tərəfdə danışıqlar gedir, amma təbii ki, nəticəsizdir. Digər tərəfdə də bu addımlar baş verir. Nə baş verəcək bundan sonra? Diplomatiya ikinci plana mı keçir? Yenidən, çünki Trump xüsusilə də Çindən qaydandan sonra ritorikasını sərtləşdirdi və hərbi eskalasiya riskini yüksək qiymətləndirdi. Bombardıman edəcəyik mesajını verdi. Hətta dedi ki, kapitulyasiyaya biz istəsək İranı məcbur edə bilərik. Edə bilərmi həqiqətən də? Mənə elə gəlir ki, bu həftə diplomatiyada həlledici həftə olacaq. Mən çox fikir vermişəm, yəqin izləyicilərimiz də, siz də fikir vermişsiniz ki, belə eskalasiyanın dırmandığı günlər çox vaxt şənbə, 5-ci gündən şənbə gününə keçən gecələr olur. Yəni, birjalar bağlanır, artıq dünya birjalarına ciddi təsir eləmir, belə hərbi şok əməliyyatlar və o zaman da əməliyyatlar olub. Yəni, İranın vurulduğu həm keçən ilki biz sürəcə baxsaq, həm bu başlayan müharibəni baxsaq, həmişə 5-ci gündən 6-cı günə keçən gecə olur. Və İsrailin də çox zaman əməliyyatlarını biz həmin günlərə təsadüf etdiyini görürük. Hətta bunu bir, belə deyək də, orientir kimi götürsək, bu həftə 5-ci günə qədər bir zaman var. Bu həftənin 5-ci günə qədər çox güman ki, danışıqlar intensivləşəcək. İndi Çindən İrana hansı mesajlar gələcək, o da maraqlıdır. Çünki Çin Trump görüşünə qədər məsələnin həll olunmasını istəmirdi. Trump'ın ora bir qalib kimi, müəyyən məsələni həll etmiş insan kimi getməsini istəmirdi və düşünürdülər, açığın deyim ki, İran da, Çin də düşünürdü ki, bu Zeitnot Trump'ı səhv etməyə məcbur eləyəcək. O çalışacaq ki, hansı ciddi güzəştlərə getsin, bir təhər bu məsələni bitirsin ki, Çinə gedəndə artıq qalib kimi getsin. Bu təliyə düşmədi Amerika Birləşmiş Ştatları, yəni çox sakit şəkildə bunu qarşıladılar. Bəli, cəhdlər olundu, anlaşma olmadı, amma Çin səfərini də təxirə salmadı və gedəndə də, yəni deyim, qalib kimi getməsə də ən azından məğlub kimi də getmədi. Müəyyən dərəcədə masada məsələlərin həllində paritet olduğunu görürük. Bu nöqteyi nəzərdən indi Çinin də ola bilər ki, bu həftə ərzində İrana ciddi təsirləri olsun. Yəni bir şey anlamaq lazımdır ki, İran əslində özü bəlkə də başa düşmədən, istəmədən də bir proksi qüvvəyə çevrildi bu müharibə zamanı. Əvvəl özü başqa proksi qüvvələr saxlayırdı yaxın şərqdə. Yəni Çinin proksisindən çevrildi. Çinin və Rusiyanın. Yəni hər ikisi İran məsələsindən istifadə edərək öz məsələlərini, öz problemlərini həll etmək istəyir. Məsələn, Çin əgər kömək eləyəcəksə... Çinin maraqlarını anladıq. Rusiyanın oradakı maraqları Rusiyanın marağı çox açıqdır. Birincisi, bu müharibənin olması belə Rusiyanın marağındaydı. Çünki yaxın şərqdəki gərginlik silah istehsalçılarını və ehtiyatlarını yaxın şərqə yönəldərək Ukraynanı yaddan çıxardırdı. Ümumiyyətlə, doğrudan da İran müharibəsi başlayandan dünya mediasına da baxanda Ukrayna məsələsi ikinci plana keçdi. Bu bir problem. Yəni, Rusiyanın üstünlüyü, neft qiymətlərinin qalxması çox ciddi kömək oldu. İndi hər həftə təqribən 2,6-3 milyard dollar əlavə gəlir götürür Rusiya hər həftə. Bunun da təsirləri var. Yəni deməli, İran müharibəsindən qazananlardan biri də Rusiyadır. Təbii ki. Üçüncü məsələ də ondan ibarətdir ki, Rusiya da öz təkliflərini çıxış edir və burada yeri gəlmişkən Rusiya və Çin rəqibdilər İran məsələsində. Çünki onların İran məsələsində maraqları üst-üstə düşmür. Onlar öz maraqları çərçivəsində İrandan istifadə etməyi düşünürlər. İndi bir məsələnin də rəqabəti ortadadır, yarışı ortadadır. O zənginləşdirilmiş uranı Çinə və yaxud da Rusiyaya verilməsi məsələsi. Tamamilə doğrudur, elə o məsələyə gəlmək istəyirdim. Çünki məntiqlə Rusiyanın daha çox imkanı var. Çünki Boşer atom stansiyasını Rusiya tikir. Oradakı, belə deyim də, nüvə texnologiyalarını İrana bilinən və bilinməyən kanallarla ötürən Rusiyadır. Və uranın zənginləşdirilməsində aktiv iştirak edən də Rusiyadır. Yəni orada Çin şirkətləri yoxdur. Ona görə də 450-440 kiloqram müxtəlif rəqəmlər səsləndirilir. Zənginləşdirilmiş uranı Rusiya tərəfindən çıxarılıb aparılması, Rusiyada saxlanılması daha məntiqlidir. Çünki bunun presedenti də var. 2016-cı ildə anlaşma olanda zənginləşdirilmiş uranın bir hissəsini, orada səhv eləmirəmsə 30 kiloqrama yaxın idi, Rusiya götürdü. Altılıq və İran anlaşması oldu Obama dövründə. Sonra Trump o anlaşmadan çıxdı. Yəni burada bir presedent də var. Ola bilər ki, indi Rusiya da bu təkliflərlə çıxış eləyir və Amerika Birləşmiş Ştatları bu məsələdə kömək edərək Ukrayna məsələsində Amerikanın daha, belə deyək də, yumşaq davranmağına və yaxud da güzəştli davranmağına çalışır. Yəni, bu nöqteyi nəzərdən İran
bilərəkdən və yaxud da bilməyərəkdən artıq özü belə bir proksi qüvvəyə çevrilib və müxtəlif böyük oyuncuların əlində alətə çevrilib. Bir məsələ var idi, bir qədər öncə biz tamaşaçıların diqqətinə çatdırdıq. ABŞ Konqresi Ukraynaya verilən yardım paketini təsdiqləmir və təsdiqləyəcəyi də yaxın perspektivdə görünmür deyilir. Bunun sizin dediyiniz məsələ ilə bağlılığı nədən ibarətdir? Kulisdə hansı danışıqlar razılaşdırılıb Rusiya tərəfi ilə Birləşmiş Ştatlar arasında? Əslində görünən odur ki, Rusiya Amerika ilə normal münasibətlərin olmasında maraqlıdır. İqtisadi olaraq maraqlıdır, siyasi olaraq maraqlıdır. Açığın desək ki, Rusiya Avropa üçün daha böyük təhlükədir. Bəli, hamı bunu qəbul edir. Amma Amerika üçün nə təhlükəsi var ki Rusiyanın? Trump'ın sözləri ilə desək, gözəl bir dəniz, yəni okeana dəniz deyir tez-tez, gözəl bir dəniz onları ayırır da, yəni onların bir-birinə nə təhlükəsi ola bilər. Bu nöqteyi nəzərdən Rusiya anlayır ki, Amerika ilə anlaşma daha sərfəlidir. Ona görə də Kirill Dmitriyev, yəni hər həftə demək olar ki, 10 gündən bir Miami'də Yutkev'la, Kushner'lə danışıqlar aparır. Söhbət 11 trilyon dollarlıq böyük layihələrdən gedir. Hətta Alaskaya dənizin Bering boğazı altından dəmir yolu və avtomobil yolunun tunellərinin 86 kilometrlik tunelin çəkilməsi belə müzakirə mövzusudur. Yəni Rusiya da İran məsələsində kömək edərək, bəli, Ukrayna məsələsində Amerika Birləşmiş Ştatlarının mövqeyinin dəyişməsini, Rusiyanın istəklərinə uyğun olaraq müharibənin bitirilməsində Amerika Birləşmiş Ştatlarının yardımına arxayın olmaq istəyir. Və buna görə də bəli, Ukraynaya yardımlar demək olar ki, dayandırılıb və faktiki olaraq Trump gələndən sonra Ukraynaya silah satılır. Düzdür, silahın pulunu Avropa Birliyi verir. Əslində elə həmin xəbərdə o məsələ də vurğulandı ki, silah satışı da olacaq, digər məsələlər də olacaq. Amma paketdə başqa nələr var ki, məsələn, ona veto qoyurlar ki, bu olmayacaq, bu yardım paketi Ukraynaya verilməyəcək. Birincisi, əsas silah satışı deyil, o olacaqsa başqa nə? Silah növlərindən də söhbət gedə bilər. Aha, detallar onlardan ibarətdir. Uzaq vuran raketlərin, məsələn, Rusiyanın qırmızı xətlərindən biridir. Tomahawklar verilmədi. Verilməsin. Yəni, bu qırmızı xətlərindən biridir. Və yaxud da hava hücumundan müdafiə qüvvələrindən patriotlara daha çox raketlərin verilməməsi və yaxud da texnologiyaların, yeni dron texnologiyalarının Ukrayna ilə bölüşməməsi. Yəni, bu tipli həssas məqamlar var ki, Rusiya bunun üçün, belə deyək də, çoxlu güzəştə getməyə də hazır olan bir ölkə izləmi verir və son zamanlar ilk dəfədir ki, Rusiya rəhbərliyi müharibənin yaxın zamanlarda bitəcəyi ilə bağlı anons verir. Zelenskiyə, cənab Zelenski kimi müraciət olunur artıq. Orada da ritorikanın dəyişdiyini görürük. Bir neçə başqa maraqlı nüans da var. Söhbət nədən gedir? Hətta bir neçə gündür analitiklərimizdən, elə kütləvi informasiya vasitələrində də bu fikrə rast gəlirəm ki, Birləşmiş Ştatlar əslində müharibəni dayandırmaq istəyir, çünki özünün nüfuzu da xərclənir ortada. Amma onu təhrik edən qüvvələr var və söhbət İsraildən gedir. Tez-tezdə biz İsrail tərəfindən bu açıqlamaları görürük ki, nə zaman Birləşmiş Ştatlar əmr versə biz hazırıq, biz yenidən müharibəyə başlaya bilərik. Yəni bunun anonsu tez-tez verilir. İndi Trump da bənzər açıqlama verdi ki, İran bizimlə razılaşmasa biz yenidən hərbi əməliyyatlara keçə bilərik. İranın cavabı necə olacaq? Məsələn, İran da hərbi adekvat cavab mı verəcək, proksi qüvvələr üzərindən mi cavab verəcək, yoxsa Hörmüz məsələsini təzyiq vasitəsi kimi saxlamaqdan mı davam edəcək? İranın əlində doğrudan da ən böyük təsir vasitəsi neft qiymətləridir hələ də. Dünya bazarında şoklar yaşanır, doğrudan da neft qiymətləri. Məsələn, indi müharibə yenidən qızışsa və Səudiyyənin, Birləşmiş Ərəb Əmirlikliyinin, Kuveytin neft təsisatları vurulsa, neftin yenidən 140-150 dollara qədər bahalaşmasının şahidi ola bilərik ki, bu dünyada yeni şoklar yaradır. Yəni, düzdür, Amerika şirkətləri və Amerikanın özü dövlət olaraq qazanır, amma ahalisi itirir, çünki benzin qiymətləri qalxır. Avropa daha pis vəziyyətə düşür, çünki özünün təbii resursları yoxdur, istər-istəməz Amerikadan və yaxud da digər ölkələrdən asılı vəziyyətdədir. Mənə elə gəlir ki, İsrail ilə Amerika Birləşmiş Ştatlarının məqsədləri necə ki, müharibənin əvvəlindən ayrı idi, yenə də o ayrılıq qalır. Yəni, İsrailin hədəfi tamamilə fərqlidir. İsrail bu təhlükəni birbaşa aradan qaldırılmasında maraqlıdır. Hansı yolla olursa olsun, rejim dəyişikliyi olsun, parçalanma olsun, nə olur olsun, bu təhlükə bir dəfəlik aradan qalsın. Amerikanın elə bir dərdi yoxdur. Əksinə, Amerika istəyər ki, orada bir müəyyən qədər də bir təhlükə yarada biləcək bir rejim qalsın. Çünki ətraf ölkələri qorxutmaq lazımdır. Ərəb ölkələri necə sözünə baxacaq Amerikanın, orada hər şey güllük, gülistanlıq olacaqsa. Orada bir təhlükə mövqeyi olmalıdır, təhlükəli bir ölkə olmalıdır ki, Ərəb ölkələri də Amerikanın xəttindən kənara çıxmasınlar. Ərəb ölkələri bugün çıxırmı ki? Müəyyən dərəcədə onlar başqa bəyanatlar verməyə çalışırlar, başqa təhlükəsizlik çətirləri axtarmağa çalışırlar. Müəyyən, hətta bu yaxınlarda Financial Times-da geniş bir məqalə getdi ki, Səudiyyə Ərəbistanı
gizli kanallarla İrana Körfəz ölkələri ilə Əlaqələr qurmağı təklif və edib. bir-birinə hücum etməməklə bağlı paktlar imzalanmağa çağırıb. Bu elə belə deyil. Yəni bunun da onu göstərir ki, Körfəz ölkələri də müəyyən çıxış yolları axtarır. Yəni bu nöqteyi nəzərdən İranın orada bir qorxulu qüvvə kimi qalması və tamamilə rejimi dəyişdirərək, tamamilə bir başqa rejimə keçmək Amerikanın marağında deyil. Hə, olsa lap yaxşı. Olmursa bu problem deyil, amma İsrail üçün bu problemdir. Bəs niyə ərəb ölkələri ilə İran münasibətlərini normallaşdırmaqda maraqlı deyil? Yəni o şansı Birləşmiş Ştatlara verir. Bilirsiniz niyə? Burada çox sadədir əslində mənzərə. Bunu çox analitiklər çox qəliz izah etməyə çalışırlar. Mənim gördüyüm başqa şeydir. Mənim gördüyüm odur ki, ərəb ölkələrinə İranın əli çatır. Yəni Amerika ilə münaqişədə Amerika əli çatmır. Neyə bilər ki Amerikaya? Və ərəb ölkələri ilə münasibətləri tutalım yaxşılaşdı. Sabah Amerika yenə bombaladı. Cavab atəşi kimi hara atacaq? İran. Ərəb ölkələri ilə normal münasibətlər varsa ata bilməyəcək. Ata bilməyəcəksə Amerikanı vura bilməyəcək. Bəlkə o zaman heç ərəb ölkələrinin də dəstəyi olduğu üçün Birləşmiş Ştatlar o qədər müdaxilə edə bilməyəcək. Məncə ərəb ölkələri bu işdə neytral qalacaq ən yaxşı halda. Ən yaxşı halda. Amerikaya mane olası deyilər. Bu hərbi baxımdan zəif olduqlarına görədirmi? Əlbəttə, həm hərbi baxımdan zəifdilər, həm ümumiyyətlə onların strategiyaları fərqlidir. Məsələn, Birləşmiş Ərəb Əmirliyi dünyanın yeni maliyyə mərkəzi olmaq istəyirdi. Bəli. Onların strategiyası dünyanın güclü orduya malik olan bir ərəb dövləti qurmaq deyildi. Səudiyyə Ərəbistanının məqsədi transformasiyaya uğramaqdır. Onların, məsələn, özlərinin elə araşdırmaları var ki, neftdən, qazdan bu qədər asılı bir ölkəyi, amma çox qapalı ölkəyi. Açılsaq, tək turizmdən 30 milyard dollar ildə əlavə gəlir götürə bilərik. Çünki 1,5 milyarda yaxın müsəlmanın müqəddəs saydığı şəhərlər bizim ərazimizdədir. Biz onlardan istifadə edə bilmirik. Yaxşı, onlar özlərini qoruya bilmirlər axı. O zaman yenə Birləşmiş Ştatlara ehtiyac duyurlar. Amma Birləşmiş Ştatlar da onları qorumadı. Qorumadı deməzdim açığı, nə mənada? Çünki yetmədi. Bəli, çünki tamamilə qoruya bilmədi. Amma təsəvvür edin ki, Birləşmiş Ştatlarının çətiri olmasaydı nə olardı? Atılan hər 100 raketdən Birləşmiş Ərəb Əmirliyinin rəsmi məlumatlarına görə Müdafiə Nazirliyinin 96-sını vurulub. 4-ü düşür. Yəni təsəvvür edin ki, 100-ündən 80-i düşsəydi nə olardı, 70-i düşsəydi nə olardı. Yəni bu nöqteyi nəzərdən bəli, müəyyən mənada fikir, xəyal qırıqlığı yaratdı Amerika Birləşmiş Ştatları, ərəb ölkələri. Çünki onlar düşünürdülər ki, o qədər güclüdür Amerika, o qədər dəmirdən bir çətiri var ki, bizim ərazimizdə quş da uça bilməz. Əslində çox maraqlı bir mənzərə formalaşır. Baxın, biz ərəb ölkələrindən danışırıq ki, onlar maliyyəyə fokuslanıblar. Avropa təhsilə, mədəniyyətə daha çox fokuslanıb. Sanki Birləşmiş Ştatların super güc olması üçün dünya özü belə bir şərait yaradıb. Niyə belədir? Niyə məsələn Avropa maraqlı deyil öz hərbi gücünü, potensialını artırmağa və möhkəmləndirməyə, Birləşmiş Ştatlardan asılı olmayan bir hərbi gücə malik olmaq niyə istəmirlər? Çünki bahalı layihədir. 45-ci ildən bəri Amerika Birləşmiş Ştatları Avropanın təhlükəsizlik çətirinə çevriləndən sonra təhlükəsizlik outsource elədi Avropa. Sanki Amerikaya həvalə elədi. Amerika da bunu məmnuniyyətlə qəbul elədi. 26 trilyon dollara yaxında Amerika Birləşmiş Ştatları Avropa ərazisində hərbi infrastruktura pul xərcləyib bu günə qədər. İstəyir kəşfiyyat məlumatlarının toplanılmasından tutun da ordunun yerləşdirilməsinə qədər. Və Avropa ölkələri 45-ci ildən bu günə qədər, demək olar ki, bu günə qədər hərbiyə xərcləmədikləri vəsaiti sosial həyata xərcləməyə başladılar. Əhali daha yaxşı yaşamağa başladı. 70-ci, 80-ci illərdə orta statistik qərbi Avropalı, orta statistik Amerikadan daha yaxşı yaşayırdı. İndi geri addım atmaq lazımdır axı. İndi hərbiyə çox pul xərcləmək üçün sosial layihələri azaltmaq lazımdır, əhalinin güzəranı pisləşməlidir, vergiləri artırmaq lazımdır. Bu, orada da seçkilər 4 ildən bir olduğu üçün, bəzən daha tez-tez olduğu üçün heç bir hökumət buna getmək istəmir. Sən o addımı attın, uzacaqsan. Həmən uzacaqsan seçkilərdə. Burada Avropada daha çox maraqlı görünür hərbi potensialını artırmaqda Almaniya, Fransa və hətta Fransada məsələn prezidentliyə namizədin bir açıqlaması var idi. Bir qədər öncə ilə biz bununla bağlı xəbər də çatdırdıq. Orada xüsusi bir ifadə var idi. Birləşmiş Ştatlar super gücdür, amma artıq mütləq güc deyil. Yaxın Şərqdəki proseslər Birləşmiş Ştatların əslində o super gücünün yetərli olmadığını göstərdi. Mən fərqli düşünürəm. Amerika artıq bu super gücün bahalı bir layihə olduğunu düşünərək onun konseptual əsaslarını dəyişməyə çalışır. Bu Trump'ın kaprizləri deyil.
Onun ekstravagant çıxışları deyil. Trumpdan sonra da belə olacaq. Yəni Amerika Birləşmiş Ştatları yenilənmiş o Monroe doktrinasına, 19-cu əsrin doktrinasına geri dönür. Bu nə deməkdir? Super güc, super polis rolu çox bahalı roldur. Hər yerə müdaxilə eləyirsən, hətta bunun bir şırmasını da düzəldirsən, pərdəsini də düzəldirsən, insan haqları, demokratiya, seçki, bu yolla hər yerə müdaxilə eləyirsən. Amma yeri gələndə də özünə yaxın olan yerdə diktaturalara da göz yumursan, başqa addımlar da atırsan. Yəni, bütün bunlar bahalı layihələrdir. 10 illiklərlə davam eləyən, haradasa 45-ci ildən bəri davam eləyən bahalı layihələrdir. Çox pul xərcləyirsən, dividend görmürsən. İndi bunların istəyi ondan ibarət ki, Amerika qitəsi bizimdir, ora heç kimi buraxmırıq. Yeri gəlmişkən Kuba məsələsi çox güman ki, iyunda həll olunacaq. Çünki iyulun 4-ü... Venezuelanın tarixi mi gözləyir? Çox güman. Çünki iyulun 4-ü 250-liyidir Amerikanın. Amerika Birləşmiş Ştatlarının ad gününə və Trumpın öz ad gününə də, onun da 80 yaşı olur, iyulun 15-idir. Növbəti ştat mı olacaq? Ştat olmasa da çünki bu tipli mesajlar verilir. Bəli, amma proksilər, yəni çox yaxın, məsələn, Yamayka kimi və başqa ölkələr kimi çox yaxın ölkələrindən birinə çevriləcək və o tortu, necə deyərlər, o təqdimatı çox güman ki, iyun ayında biz görəcəyik. Yəni, Amerika bizimdir, qitə olaraq bizimdir, heç kimi buraxmırıq. Doğrudan da Çini, Rusiyanı Venezueladan çıxartdılar. Sonra Panama adasından çıxartdılar, başqa yerlərdən çıxartdılar. Yəni, bura bizimdir. Dünyanın da o sınır nöqtələrində, logistik mərkəzlərində daha az xərclə, daha çox nəzarət etmək funksiyasını daşımaq istəyir Amerika Birləşmiş Ştatları. Yəni, onların o super güc olması bir tək ordusuna bağlı məsələ deyil. Məsələn, bugün Hindistan kimi bir ölkə, əgər Amerikadan icazə istəyirsə Rusiyadan neft almağa, qaz almağa, və yaxud da İndoneziya, Filippin və digər ölkələr icazə ilə bu addım atırlarsa, bu elə super gücün olduğunun göstəricisidir də. Çünki bank sistemi əlində, dollara bağlı petrodollar sistemi əlində və başqa sistemlər əlində. Yəni, əlində olduğu daha ucuz və daha effektiv nəzarət mexanizmləri vasitəsilə daha az pul xərcləyərək dünyada 2000 baza saxlamaq istəmir. Dünyada 2000 bazaya artıq, hərbi bazaya artıq ehtiyac yoxdur. Bunları azaltmaq istəyir. Və bu köhnə dünya doktrinasında qalan analitiklər də bunun super gücün azaldığından xəbər verir. Yəni, Amerika Birləşmiş Ştatları bu yükü zaten üstündən atmaq istəyir. Nəyinə lazımdır ki, Avropada 60 min ordu saxlasın, nəyinə lazımdır bu qədər baza saxlasın, nəyinə lazımdır hər Amerika... Yəni, ona görə də NATO-da parçalanma baş verir. Ola bilər, o da ola bilər. O da belə deyim də, fantastik bir senari deyil. O sualınızın o maraqlı hissəsi ondan ibarət edir ki, niyə Fransa ilə Almaniya burada maraqlıdırlar? Çünki onların sənayesi var. Avropa Birliyi 2030-cu ilə qədər 850 milyard avroluq hərbi büdcəyə vəsait ayıracağını duyurdu. İndi yarışa giriblər Almaniyada, Fransadakı o puldan pay alsınlar. Şirkətlər o pulların üzərinə belə fokuslanıblar, necədirlər. Almaniyanın Rheinmetall şirkəti var, hərbi avadanlıq istehsal edən. Bu dövrdə onların səhmləri 30 dəfə bahalaşıb. Fantastik dərəcədə gəlirli bir şirkətə çevriliblər. Onlar, bugün Volkswagen və başqa avtomobil şirkətləri artıq silah istehsal etməyə çalışırlar. Yəni, onlar da oradan pay almaq istəyirlər. Ona görə o maraqlıdırlar o hissədə. Bəs buna təhrik edən həmin ölkələrin nələr oldu? Rusiyadan mövcud hansısa bir hücum riski mi, yoxsa Birləşmiş Ştatların əlini çəkmə ehtimalı mı? Hər ikisinin təsiri var. Təbii ki, Ukrayna müharibəsinin böyük təsiri var. 4 ildən çoxdur davam edən, Avropanın qulağının dibində, necə deyərlər, davam edən bir müharibədir. Bu da var. Amma Amerika Birləşmiş Ştatlarının doktrinasının dəyişdiyini anlayıblar. Əvvəllər mövqe belə idi ki, Avropa elitasının bir hissəsində ən azından mövqe bu idi ki, müvəqqətidir, Trumpı yola vermək lazımdır, 3 il, 4 il dözürük, yola salırıq, ondan sonra yenə Avro-Atlantizm qalib gəlir, yenə köhnə modelə geri dönürük. İndi anlayırlar ki, Amerikanın dövlətinin artıq funksiyaları və baxışları dəyişib. Həqiqətən dəyişibmi? Trumpdan sonra vəziyyət elə belə olacaqmı? Yəni, belə fikirlərlərmi irəli sürüləcək? Demokratların da içindən buna inananlar var. Sadəcə Trumpın ekstravagant çıxışları, sözləri, belə deyəm də, insanları rəncidə edən dili, üslubunu bir kənara qoysaq, eyni şeyləri demokratlar da gəlsələr daha şirin dillə edəcəklər də, belə deyək. Amma doktrina dəyişib. Onların keçən ilin dekabrın 4-ündə yayımladığı yeni milli strategiyası var. 20 səhifəsi açıqdır. Mətbuata da, insanlara da. 1000 səhifəlik sənəddir. İndi o sənədin bəzi hissələrini arada bir mediaya sızdırılır. Bugün nə baş verirsə, yenə təkrarlayıram, Trumpın üslubunu bir kənara qoyaq.
əməllərə baxsaq. Bu gün nə baş verirsə, dekabrın 4-də yazılan strategiyanın birəbir yerinə yetirilməsidir. Eyni qaydada sanki addım-addım bu yerinə yetirilir. Onda deməli, elə Almaniyanın, Fransanın həyəcan təbili çalması məhz elə həmin o doktrinadan sonraki mərhələdir. Əlbəttə, mən tamamilə haqlısınız və buna görə də onlar da dəyişmək istəyir. Amma Avropanın problemi başqadır. Avropanın problemi odur ki, xalqını buna inandıra biləcək hökumətin olması çətindir. Yəni buna inandırırsan ki, bax, ac qalacaqsan, əvvəlki kimi dolanmayacaqsan, sosial xərclərin azalacaq, vergilərin artacaq. Niyə? Xalq sual verəndə niyə? Deyəcək, sənin təhlükəsizliyini qoruyuruq. O da deyəcək ki, təhlükəsizliyimi Amerika qoruyurdu da bu günə qədər. Niyə onlarla dil tapmırsınız ki, təhlükəsizliyimi qorusun? Ümumiyyətlə, strategiya bu olduğuna görə insanlarda döyüşmək ruhu da yoxdur. Tamamilə doğrudur. Sorğular da bunu göstərir. Almaniyada cəmi 30%-ə yaxın, Fransada cəmi 28%-ə yaxın, İtaliyada 20-25%. Onlar əskərlik orduya getmək istəyirlər. Və burada başqa bir demoqrafik dəyişikliklərin də rolu var, miqrasiyanın da rolu var. Artıq Avropanın miqrasyon xəritəsi dəyişib. Bir müddətdən sonra orduya çağırılanlar arasında Avropalılar az olacaq. Qısa bir cavab da xahiş eləyəcəm. Bütün bu proseslərin, xüsusilə də o super güc, amma mütləq güc deyil məsələsini Trumpa bağlayırlar. Trumpın öz nüfuzuna ölkə daxilində necə təsir göstərəcək? Bu da maraqlı sualdır. Trump narsizdir, bəli, bu bilinir. Və onun tarixdə qalmaq kimi bir iddiası da var. Hətta pasportlarda Trumpın şəkli olacaq, yeni pul vahidlərində Trumpın şəkli. Belə iddiaları var. Amma onun seçki dərdi yoxdur da. Ən böyük fərq budur. O bilir ki, sonuncu prezidentlik dövrüdür. Maksimum istifadə etməyə çalışacaq. Maksimum bundan istifadə etməyə çalışacaq. Və bəzən doğrudan da, belə deyək də, insanlıq, sivilizasiyanın taleyini dəyişə biləcək qərarların alınması da məhz belə dövrlərə təsadüf edir. Yəni, onu klassik Respublikaçılar Partiyasının nümayəndəsi kimi saymaq olmaz. Onun seçki də heç dərdində də deyil. 28-ci ildə kim olur olsun prezident. Mən olmayacaqsanız kim olur olsun. Yəni, ona görə də onun davranışları həm öz narsizminə hesablanıb, həm də bəzi doğrudan da fundamental dəyişikliklərə nail olacaqsa, tarixdə qalacaq zaten adı. Aydındır. Çox təşəkkür edirəm. Natiq müəllim, maraqlı fikirləriniz üçün.